Salam, əziz müəllimlər, şagirdlər və abituriyentlər, mən Günel Əliyeva. Azərbaycan dilindən bu dəfə sizə leksika mövzusunun bölməsini təqdim edəcəm. Deməli, leksikamda fonetikada olduğu kimi 2 videoda izah edəcəm. Leksika birinci hissə, deməli, görək hara qədər izah edəcəm. Leksika birinci hissədə sözün leksik və qrammatik mənası, sözün həqiqi və məcazi mənası, frazoloji birləşmələr, bura qədər, yəni bu qədərini izah edəcəm. Başlayaq birinci hissədə. Deməli, Güvən Nəşriyyatının Azərbaycan dili kitabına istinadən izah edirəm qaydaları. Həmişə olduğu kimi və deməli, hər bir, yəni mövzunun burada ardıcıllıq eyni olsun deyə, ardıcıllıq düzgün olsun deyə ona baxıb izah edəcəm yarım başlıqları və təbii ki, öz sözlərimlə. Bir də bir şey deyim, əgər videoların faydalı olduğunu düşünürsünüzsə, o zaman nə edirsiniz? Bəyənirsiniz, paylaşırsınız, çoxlu rəylər yazmağı unutmursunuz. Həmçinin bilirəm ki, rəylərdə yazacaqsınız, yaxud özümə yazacaqsınız ki, test izahlarda olsun, olacaq mütləq, özə çətin testləri də izah edəcəm. Dövlət İmtahan Mərkəzinin testlərini də izah edəcəm, amma bundan başqa EMAŞın və digər, yəni belə deyim ki, çətin hesab olunan test banklarının da izahı olacaq. Amma əsasən deyim, həmçinin EMAŞın testlərini də izah edəcəm. Belə bütün mövzuları. İndi keçək leksikanın izahına. Deməli, beləliklə. Leksikada sözün leksik, ümumiyyətlə leksika nəyə öyrənir? Bundan başlayaq da. Deməli, leksika deyəndə dilin lüğət tərkibi ağlımıza gəlir. Düzdürmü? Baxın, leksika nədir? Leksika bölməsində biz nəyi öyrənirik? Mən həmişə uşaqlara, yaxud tələbələrimə ümumiyyətlə kimə dərs keçsəm, deyirəm ki, leksika deyəndə ağlımıza nə gəlir? Göz önünə gətirir sözlər. Yəni, burada çoxlu sözlər var. Biz burada danışırıq, yəni sözlərdən, hansı ki, onlar dilin lüğət tərkibini, leksikasını təşkil edir. İndi mən birinci hissədə sözün leksik və qrammatik mənasını istəyirəm izah edim. Birinci hissədə olan mövzulardan biri. Sözün leksik və qrammatik mənası nədir? Tərifimiz budur ki, belə məsələn qeyd olunur ki, sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Birbaşa ifadə etdiyi məna bu, belə deyim də, məsələn, kitab dilində olan bir hissəsidirsə, bunu sadələşdirsək, yəni ağlımıza gələn, təsəvvürümüzdə canlandırdığımız məna, bu olur sözün leksik mənası. Deməli, sözün leksik mənası nədir? Yəni, ilkin olaraq ağlımıza gələn. İlkin olaraq ağlımıza gələn, təsəvvürümüzdə canlandıra bildiyimiz. Məsələn, yəni belə deyək də, nəsə düşünə biliriksə, o sözü görəndə, o sözü eşidəndə, bu onun leksik mənasıdır. Məsələn, deyirəm ki, kitab. Dərhal ağlımıza nəsə gəlir də, düzdür, oxumaq üçün vəsait. Məscid, ibadət olunan yer. Gül, bitki. Ağlımıza gəlir, məsələn, hər hansı bir gül, onu eləyirik, görürük, gözəlliyin və s. Yəni, ümumiyyətlə, yaxud məktəb. Məktəb deyəndə ağlımıza nə gəlir? Təlim, tərbiyə, təhsil müəssisəsi, uşaqlar var orada, müəllimlər var orada. Yəni, deməli, birbaşa ifadə etdiyi məna budur. Sonra gəlirik, sözün leksik mənasını açmağın bir neçə yolu var. Elə, məsələn, burada olanları deyim, verilən sözə yaxın mənalı söz seçməklə, verilən sözə əks mənalı söz seçməklə, sözün məzmununu, əlamətini izah etməklə, sözün hissələrini, mənasını açmaq. Deməli, yəni, sözün leksik mənasına yəni bir neçə yolla izah edə bilərik də, bəli, bu 4-ünü qeyd etdim. Yəni ki, ya sözə yaxın mənalı söz seçə bilərik bu şəkildə, ya da ki, onun əks mənalı söz seçə bilərik, sözün hissələrinin mənasını aça bilərik. Yəni, bu şəkillərdə, bu yollarla biz sözün leksik mənasını yəni izah edə bilərik. Sonra sözün qrammatik mənası deyəndə, baxın, sözün hansı vəzifəni daşıması, sözlər daşıdığı vəzifədən asılı olaraq qruplara bölünür ki, bu qruplarda nitq hissələri deyilir, hansı sintaktik vəzifə daşıya bilməsi. Deməli, sözün qrammatik mənası nədir? Yəni, hansı vəzifəni daşıması? Hansı vəzifəni daşıması budur ki, məsələn, bu isimdirmi, sifətdirmi, yoxsa feildir? Bir də ki, hansı sintaktik vəzifə daşıyır? Bax, bu da qrammatik mənası dedikdə nəzərdə tutulur. Sonra gəlirik sözün həqiqi və məcazi mənası. Sözün ilkin, yəni əsas mənası onun həqiqi mənasıdır. Bir də var törəmə mənası. Ümumiyyətlə, ilkin mənaya onda deyim ki, dominant məna deyilir, yəni aparıcı, əsas. Amma sözün, deməli, törəmə mənası da var ki, buna isə məcazi məna deyilir. Bax, məsələn, deyirəm ki, daş bina. Daşdan bina olar da, düzdür? Deməli, bu daş bina
həqiqi mənadadır. Amma desəm o yaman daş ürəkli qızdır. Daş ürək bu artıq məcazi mənada işlənir, törəmə məna. Sonra gəlirik frazoloji birləşmələrə. Frazoloji birləşmə nədir? Yəni mənim yadımdadır ki, 5-ci sinifdə bizim müəllimimiz bunun geniş tərifini öyrətmişdi. Mən də həmişə xoşlayırdım belə tərifləri öyrənməyi və yadımda da yaxşı qalırdı. Onu deyim ki, bu tərifdə elə o gün bu gündür yadımda belə qalıb. Məsələn, belə yazdırırdıq, bizim müəllimimiz yazdırırdı. Nitqdə ayrı-ayrı sözlərlə yanaşı bütövlükdə bir leksik məna ifadə edən məcazi mənalı sabit söz birləşmələrinə frazoloji birləşmələr deyilir. İndi bunun asan yolunu desək, məcazi mənalı sabit söz birləşmələri. Deməli, frazoloji birləşmələr məcazi mənalı sabit söz birləşmələridir. Bir də ki, bax, bizim belə deyək də, analarımızın, məsələn, analarımız otururdu, yəni xalalarımızla, yaxud qonşular, qohum, əqrəba yığışanda, o söhbət eləyirlər. Yəni biz də oturub söhbətə ya qulaq asırdıq, ya o birisi otaqdaydık, sonradan eşidirdik, yaxud özümüz də qoşulardıq. Bax, bu danışıqlarda daha çox məişət üslubunda, yəni eşitdiyimiz sözlərdir. Yəni frazoloji birləşmələr, daha doğrusu belə deyək də, sabit söz birləşmələri olan frazoloji birləşmələr, məcazi məna. Məsələn, qulaq ardına vurmaq. Filankəsə söz dedim, qulaq ardına vurdu. Filankəsin məsələndə oğluna dedim ki, mənə kömək elə bu yükü daşıyım, qulaq ardına vurdu. Qonşunun qızı yaman çox danışır, dil boğaza qoymur. Yəni bu cür sözlər, söz birləşmələri onlar frazoloji birləşmələrdir. Sonra məsələn, ona yaman ürəyim yanır. Yəni kiməsə ürəyi yanmaq mənasında belə deyək də, halına acıyırsan. Dil otu yemək, dil boğaza qoymamaq, qulaq asmaq. Bax, bu cür sözlər, yəni frazoloji söz birləşmələri, belə deyək ki, məcazi mənalı sabit söz birləşmələri. Sonra indi burada olanları da deyəcəm. Məsələn, acığı tutmaq. Acığı tutmaq, yəni həqiqətən də acığı necə tutmaq olur, acıq tutmaq olur. Acığı tutmaq məcazi mənadadır da, yəni hirslənmək mənasında. O qıza yaman acığım tutur. Sonra məsələn, cana gəlmək, indi ona elə frazoloji birləşmələrin amonimliyində də izah edəcəm. Cana gəlmək. Məsələn, yenə ancaq mənim ağlıma qız gəlib, dəfə oğlan deyim. Qonşunun oğlu yaman cana gəlib, yəni kökəlib də bu mənada. Sonra burada var məsələn özünü itirmək. Universitetdə tədbir vaxtı çıxış etmək istəyirdim. Bu an özümü itirdim. Yəni çaşqınlıqda çaşdım. Sonra var dünyaya gəlmək, doğulmaq mənasındadır. Uşaq dünyaya gəldi. İndi burada yarımbaşlıqlar, frazoloji birləşmələrdə amonimlikdir, qoy bunu deyim. Deməli, bax, amonimlik nədir? Ümumiyyətlə, biz amonimliyin nə olduğunu əvvəlcə bilməliyik. Deməli, amonimlər odur ki, yazılış deyilik şeyinidir, amma leksik məna fərqlidir. Məsələn, cana gəlmək sözü. Cana gəlmək, ümumiyyətlə, frazoloji birləşmənin yadınızda qalsın. Amonimdir, antonimdir, sinonimdir, mütləq frazoloji birləşmə olmalıdır. Məsələn, cana gəlmək sözünün frazoloji amonimliyi necə olar? Yəni, biri var o bayaq demək, yeyib-içib kökəlmək mənasında cana gəlmək. Bir də var ki, deməli, bezmək mənasında, yəni onun əlindən bezmişəm. O qədər danışır, onun əlindən bezmişəm, cana gəlmişəm. Bax, bu mənada. Sonra can vermək. Məsələn, biri var ki, xəstə yatağında can vermək, ölmək mənasında. Bir də var ki, yəni, məsələn, yağış yağır, bax, payızda da xüsusən, yağış yağır, susuz torpaqlara can verir, həyat verir. Sonra, burada olanları da deyim, qoy, tez-tez deyim bəzilərini. Məsələn, üz vermək sözü, üz vermək özü də. Biri var ki, üz verirsən, astar istəyir. Elə adamlar var ki, həqiqətən də üz verirsən, astar istəyir. Yəni, tutaq ki, nəsə bir yaxşılıq edirsən, nəsə bir kömək edirsən, başlayır o istifadə eləməyə hər dəfə. Bir də var ki, bədbəxt hadisə söz verdi, baş verdi. Sonra söz vermək, bir var məsələn, kiməsə söz vermək mənasında. Bir də var ki, məclisdə belə deyək ki, çıxış etmək üçün söz vermək. Sonra bu gələk frazoloji birləşmələrdə sinonimliyə videolarım çox geniş olmasın ki, yorucu olmasın. İkinci hissəndə hələ ayrıca çəkəcəm. Frazoloji birləşmələrdə sinonimlik. Sinonimlik nədir? Yazılış, deyiliş, müxtəlif leksik məna eyni. Bəs frazoloji birləşmələrdə sinonimlik nədir? Yəni burada da təbii ki, frazoloji birləşmənin sinonimi də az öncə qeyd etdiyim kimi mütləq frazoloji birləşmə olmalıdır. Məsələn, dilotu yemək. Çox danışmaqdır da, düzdür. Dilotu yeməyin frazoloji sinonimi nə olar? Dil boğaza qoymamaq. Sonra burada var, məsələn, dərdə düşmək, dərd tapmaq. Yəni, hər ikisi, belə deyək ki, pis xəstəliyə kimsə düşəndə deyirlər ki, dərdə düşüb, yaman dərdə düşüb, yaxud da ki, dərd tapıb, hər ikisi frazoloji birləşmədə eyni mənanı verir.
Sonra məsələn qanı qaralmaq, kefi pozulmaq. Yəni qanı qaralmaq, kefi pozulmaq hər ikisi eyni mənanı ifadə edir də. Məsələn, mənim qanım qaraldı, kefim pozuldu. Yəni eyni mənanı ifadə edəcək. İstənilən halda keyfinin pozulması, əhvalının pis olmasıdır. Frazeoloji birləşmələrdə antonimlik bir-birinə əks olmalıdır. Məsələn, qəlbi açılmaq, burada qəlbi açılmaq verilibdir söz birləşməsi. Yəni tutaq ki, mən öz rəfiqəmi görəndə qəlbim açılır. Yəni könlüm şad olur da, düzdürmü? Bunun antonimi əksi isə qəm dəryasına batmaq. Qəm dəryasına batmaq təbii ki, yəni insanın əhvalının pis olması, könlünün xoş olmaması. Sonra can vermək burada, məsələn, can vermək, cana gəlmək. Yəni insanın belə deyək də can vermək, yəni əhvalının əgər pis olmasın, yəni göstərirsə, daha doğrusu ölüm yatağında, bayaq dedik, xəstə yatağında can verməsə, amma cana gəlmək isə həyata daha da canlanmaq, daha da yaxşılaşmaq. Belə, sonra qəm dəryasına batmaq, məsələn, qanad açıb uçmaq onun əksidir. Bir də bəzi sözlər var ki, bunu da mütləq yadınızda saxlayın. Frazeoloji birləşmə kimi işlənən sabit söz birləşmələri. Yəni həm həqiqi mənada işlənə bilir, həm də sərbəst ifadələrdir. Məsələn, deyək ki, yəni həm belə deyək də real, həqiqi mənada, həm də ki məcazi mənada. Həqiqi mənada onda sərbəst olur, məcazi mənada onda sabit. Məsələn, yola düşmək sözü. Əgər desəm ki, qonaqlar yola düşdülər, yəni qonaqlar yolun ortasına düşmürlər ki, qonaqlar yola düşdülər, yəni evə gedirlər də, harasa gedirlər bu mənada. Gələn qonaqlar yola düşdülər. Bir də var ki, yola düşmək, yəni bu oldu sabit. Amma bir də var desəm ki, top əlimdən yola düşdü, həqiqətən də düşər də. Burada isə olur, deməli, sərbəst, həqiqi. Yaxud ayağından çəkmək. Məsələn, o həmişə mənim ayağımdan çəkir. Məcazi mənada desək, yəni məcazi mənada həqiqətən ayağımdan çəkmir də, sabit olanda. O mənim ayağımdan çəkir, yəni pislik edir. İstəmir mən irəli gedə. Amma bir də var ki, həqiqi mənada doğrudan da, məsələn, uşaq mənim ayağımdan çəkir. Düzdür də. Sonra burada deməli, əldən düşmək sözü var, burnun ucu göynəmək. Burnun ucu göynəməyi də qoy deyim. Məsələn, bir var ki, soyuqdan burnun ucu göynəmək. Bu həqiqətən də olur da. Bir də var ki, ondan ötürü elə darıxıram ki, burnumun ucu göynəyir. Burada isə sabitdir, məcazi. Sonra əldən düşmək. Məsələn, məcazi mənada əldən düşmək nə olar? O elə qocalıb ki, tamam əldən düşüb. Yəni bu mənada tamam əldən düşüb, qocalmaq mənasında. Bir də var ki, qələm əlimdən düşdü. Belə, sonra yanıb tökülmək. Məsələn, yanıb tökülmək, bir var paxıllığından yanıb tökülmək, bax bu mənada. O yaman paxıl adamdır, yanıb tökülür. Nəsə bir şey alanda da deyirlər, yenə də məişət üsulunda da çox işlənir. Özümə təzə bir şey alanda o yanıb tökülür. Bir də var ki, məsələn, ağacların yanıb tökülməsi, yarpaqlar istidən yanıb tökülür. Belə. Sonra burada frazeoloji birləşmələrə aid olan xüsusiyyətlərdir bunlar. Ümumiyyətlə, deyim ki, frazeoloji birləşmələrdə bütövlükdə, yəni təhlil olunur, sintaktik təhlil zamanı parçalanmır. Deməli, bir tərəfdən digər tərəfə sual vermək olmur, dildə hazır şəkildə mövcud olur. İndi burada yazılanları da deyim. Deməli, frazeoloji birləşmələr tərkibcə dəyişməyən, məcazi mənada işlənən birləşmələrdir. Belə birləşmələrin tərkibində olan sözlər öz həqiqi mənasından uzaqlaşır. Frazeoloji birləşmələr dildə hazır şəkildə olur. Sintaktik təhlildə bütövlükdə bir cümlə üzvü rolunda çıxış edir. Frazeoloji birləşmələrdə əsas vasitə tələb olunmur. Ona görə də bir tərəfdən digər tərəfə sual vermək olmur. Elə mən dediklərim. Belə. Birinci hissədə bu qədər danışdım. Məndən olsa daha çox danışardım. Onu çalışıram ki, çox da geniş danışmayayım, yorucu olmasın. İkinci hissə videosu isə bundan sonra çəkəcəm, sizə təqdim edəcəm. Faydalı olsa bəyənirsiniz, paylaşırsınız. Hələlik.